Yaşında o taraftan ya. Murat. Yalan orada. Burada o taraftan mı? Doğrudan başka ailesiz uzun vətənlər var idi. Görmək istəyiriz. Hay bərabər olmayan yəni sözlə ifadə olmayacaq qəhrəman edicilik. Və o bizim qəlbimizdə yaşayır, bizim şahistlərimizin qəlbində yaşayır. Mən əminəm ki, bu cür görüşlərlə, bu cür görüşləri təşkil etməklə biz o Rəşadın ruhunda şad etmiş oluruq və Rəşadın ruhu o mənada şad olur ki, onun dalını çıxarır. Və burada o şahistlərimiz inşallah gələcək qəhrəmanlar bu şəkildə görüşləri təşkil etməkdə bizim borcumuz. Həm qəhrəman şəhidimizi, qəhrəmanımızı yaşatmaq, həm də ki, şahitlərimizə ayrılıq göstərmək ki, bizim qəhrəman övladlarımız olur. Allah şəhidimizə rəhmət eləsin, yeri cənnətdir. Allah sizə səbir etsin və mən ümid edirəm ki, bundan sonra bizim dövlətimiz, bizim ölkəmiz bir qanun qadağan olmasında şükür ki, Rəşad kimi işlərimizin sayəsində biz öz sürülərimizi bərpa etmişik, bizim başqasının ve inşallah ki biz bundan sonra daha feragat, daha hoş şeyler yaşayalım. Rəşad da uşaq vaxtı sizin kimi Həzasıvanın evimizi ziyarət edib şəkillər də çəkdi. Bu şəkillərdən də var. Bildirəm Rəşadı köhnə yerimizin kökənlərdən onun qulağı o sədaları bəlkə də körpəlikdən ona qoydu olur, üstünə mağlıyordu. Qayının rəhmətində çörək işləndə ki, uşağı qılanda görək 200 yardımda konuşmalarısın. Rəhmətli Əliyəvan əlim gedirdi, bitirir sizin kimi məktəb uşaqları, bu boyda da var, bir böylə də var, 10 sinifdə. Qarabağ deyə Rusların hərbi hissəsindən bizim elimizdə. O deyirəm elə uşağı orada qoyanda deyirəm görəsən buna da satacaq. Amma gör, satdı da, getirir. Amma bu uşaqları qorusun, bir də sülh olsun, əmnamanlıq olsun. Yaşının şehirleri yazdı Görüşlərin oldu dilimizde. Rahat oluruq ki, yəni bizim yaşayırıq, uşağımızın yaşadığımız. Rahat oluruq ki, bu muzeyinə qədər duracaqsa, sizin kimi müəllimlər, şəhidləri sevənlər, bizim uşaqlarımızı yad edəcəklər, onların görüşünə gələcəklər və bizim uşaqlarımızı gələcək nəsillərə tanıtıracaqlar. Əziz uşaqlar, bir vaxt yaşadıqda sizin kimi məktəbli olur, sizin oxuduğunuz bir ömür məktəbin şagirdi olur. Sahilə müəllimə onun sinif yoldaşı olur, Nalə müəllimə onun müəlliməsi olur və o da sizin kimi bu məktəbdə təhsil alır, böyüyüb, bu məktəbin təlim tərbiyəsi ilə böyüyüb və vətənpərvərliyi ilə vətəni sevməyi, torpağı sevməyi, xalqını sevməyi, cəmiyyəti, insanları sevməyi öz müəlliməsinə, öz müəllimlərinə, öz məktəbindən götürür, öz ailəsindən götürür. Bir validinin kimi bir şəhid anası ilə arzu edərdim ki, siz bir də müharibə görməyəsiniz, xoşbəxt və azad yaşayasınız. Ona görə ki, Rəşad kimi oğullar sizin vaxtilə Əli-Zərbi dövlətimizin bayrağını götürməyi nəsib edib və sizin xoşbəxt gələcəyi üçün öz canlarından, qanlarından keçirlər.